Herkese salam. Bugün həll olmayan temperatur və təzyiqin necə təsir göstərdiyinə nəzər salacaq. İlk olaraq temperaturun göstərdiyi təsirə baxaq. Temperatur artdıqca qazların həll olması azalır. Məsələn, qaz deyəndə burada karbon qazı, hidrogen, azot, yəni qaz halında maddələr nəzərdə tutulur. Amma bərk halda olan maddələrin həll olması isə temperatur artdıqca artır. Yəni qazların həll olması. Tərs, bərk maddələrin isə həll olması temperaturdan düz asılıdır. Məsələn, bərk maddə deyəndə biz burada kalsium karbonat, natrium oksid, kalium xlor kimi bərk maddələri nəzərdə tuta bilərik. Amma təzyiq isə bərk maddələrin həll olmasına təsir göstərmir. Çünki biz təzyiqi, yəni bərk və maye ümumiyyətlə deyirik ki, həll olmasına təzyiq təsir göstərmir. Əsasən qaz halında olan maddələrin həll olmasına təzyiq təsir göstərir. Və təbii ki, təzyiq artdıqca qaz halında olan maddələrin həll olması da artacaq. Amma bərklərə isə ümumiyyətlə təsir etmir. Yenə bizə məsələn nümunələr verir. Kalsium oksid, karbon qazı, oksigen, NO2 qazı, sonra natri xlor bu kimi maddələr verib. Deyir ki, bunların hansının həll olması temperaturdan düz asılıdır. Biz bilirik ki, temperatur artdıqca bərk halında olan maddələrin burada qeyd etmiş ki, həll olması artır. O zaman bu halda biz seçəcəyik kalsium oksid və natrium xlor. Və yaxud da bizə desə, hansı maddələrin temperatur artdıqca həll olması azalır? Bu hal nə zaman mümkündür? Qazların həll olması deyirik ki, temperaturuna tərs asılıdır. Temperatur artanda qaz halında olan maddələrin, yəni burada oksigen, NO2, CO2 kimi qazların həll olması da temperatur artdıqca azalır. Bəs təzyiq deyir ki, bu maddələrdən hansına təsir göstərməz? Biz bilirik ki, bərklərə təsir göstərmir. Bu halda biz kalsium oksid və natrium xloru seçə bilərik. Amma hansıların həll olmasına təzyiq təsir göstərir desə, bu zaman biz oksigen, karbon qazı və NO2-ni seçə bilərik. Və ümumiyyətlə yadda saxlayaq. Qaz halında olan maddələr, qələvilər, nitrat turşusu qatı halda, sulfat turşusu qatı halda bu maddələrin həll olması eksotermik prosesdir. Amma yerdə qalan bərk maddələrin həll olması isə endotermik prosesdir.